Hə, uşaqlar, mövzumuz yeni dövr Rusiya. Yəni görə biz bu dərsdə nələri öyrənəcəyik, hansı hökmdarlardan danışacağıq, bir-bir hansına nəzər yetirək, daha sonra testlərinə baxaq. İlk əvvəlcə Ülfətdən başlayaq. Ülfət, 17-ci əsrin birinci rübü Rusiya və İngiltərə tarixində oxşar cəhət. Yeni sualların hakimiyyətə gəlməsi, bunlarda Romalılar gəlmişdi, İngiltərədə də Statlar gəlmişdi. Doğrudur. Həmçinin Yaponiyadan keçirik Tokugawa sülaləsi. O da 1603-də hakimiyyətə gəlibdir. Yaponiyanı da bura əlavə edə bilərik. Bəs yaxşı, Romanovlar sülaləsi hakimiyyətə gələnə qədər Rusiyada vəziyyət necə idi? Vəziyyət pis idi, daxil çəkişmələr gedirdi, sosial-iqtisadi vəziyyət idi, yəni çox pis idi də. Onda deyirik siyasi dağınıqlıq dövrü. Azərbaycanda sən neçənci əsrlərlə oxşar cəhət edə bilərsən ki, orada da siyasi dağınıqlıq var idi. Xanlıqlar dövrünü götürə bilərik də 18-ci əsr. Düzdür, bir xanlıqlar. Bundan əvvəl? Sonra 9-cu əsrdə o feodal dövlətlərimiz var idi, Sacirə, Şirvanşah onların dövründədir. Düzdür, 9-11-ci əsr və bir də 15-ci əsr. Siyasi dağınıqlıq dövrü adlandırılır. Düzdür. Aysu ilə davam edək. Aysu, 17-ci əsrdə Rusiyada meydana gələn manufakturaları yerli əhali yoxsa əcnəbilər tərəfindən yaradılmışdı? Yerli əhali. Bir diqqət edir. Əcnəbilər tərəfindən. Əsasən bu manufakturalarda istehsal olunan, məsələn, parça, mahut deyə bilərik, istehsal olunurdu. Salam, səlam. İstehsal olunur bilərdi, bəli. Əsasən silah istehsal olunurdu. Silah istehsal olunurdu. Manufaktura, bəli, orada silah istehsal olunur. Düzdür, olan işçiləri, muzdulu işçiləri idi, bir də təkmil kəndlilər. Bunu soruşur. Bəli. Bəs manufaktura nə deməkdir? Əl əməyinə əsaslanan işdir. Düzdür. Əl əməyinə əsaslanan əmək bölgüsünün olduğu bir müəssisədir. Manufaktura. Sonradan isə bunlar fabrikə keçid üçün ilkin başlanğıcdır, belə deyim. Biz də orada yox. Bəs yaxşı. Yox. Sən deyəcəksən bizə, Rusiyada manufakturalar yalnız yerli əhalinin, yerli dövlətin ehtiyacını ödəyir desək? Necə mənim? Aslında normalda evdə yaşayırsan, çöldə yaşamırsan qızım, səs gələ bilər. Yox, mənimlə deyir, biz də orada, mənim. Hə, harada qalmışdıq? Dedik ki, Rusiyada istehsal olunan silahlar yalnız yerli tələbatı ödəyir desəm? Rusiyada silah. Məncə səhv olar da, yalnız söz əksərən səhv çıxır. Əksərən səhv çıxır burada da. Yalnız yerli tələbat deyil, həm də xarici bazar üçün göndərilirdi. Xarici bazar demişkən, Nuray Hüseynova, ruslar kimlərlə, hansı limanlar vasitəsilə ticarət əlaqələri saxlayırdı? Deməli, Qərbi Avropa idi, bir də Asiya idi. Asiyaya Həştərxan vasitəsilə, daha doğrusu Həştərxandakı liman vasitəsilə, Qərbi Avropa isə Arxangelskdəki liman vasitəsilə malları ötürürdülər. Düzdür. Deməli, Arxangelsk, Həştərxan. Bir daha yadıma salıb Nuray Sultanova, hansı limanlar vasitəsilə bunlar ticarət edir? Asiyada Həştərxan, bir də Qərbi Avropada Arxangelsk. Düzdür. Bəs orada Həştərxan dedik, görəsən Nuray Hüseynova bu Həştərxanı nə zaman işğal eləmişdir ruslar? Həştərxanı 15-ci əsrdə biraz da artıq 1552-56-cı illərdə Qazan Həştərxanı yadına sal. 1552-56. Aha, yadıma düşdü. Krımı işğal edildi. Yox, Krım deyildim. 4-cü İvan Grozun dövründə işğal olmuş ərazilər idi. 1552-56 Krım, daha doğrusu Krım nə idi? Qazan Həştərxan əraziləri. Bu belə. Bir də əsas məsələ 17-ci əsrin ortalarında. Bunların verdiyi qərarın əsl mahiyyəti nədən ibarət idi? Gömrük haqqında qərarın. Deməli, gömrük rüsumları ləğv edilmişdi. Ancaq xaricdən gələn tacirlər üçün yüksək rüsum ödəmək məcburiyyətində idilər. Düzdür. Uşaqlar, kameralarınız birincisi niyə bağlıdır? İkincisi də ki, istəyirəm burada cərimələri yenidən aktivləşdirim. Cərimələr tətbiq olunacaqdır. Bu dəfə sizdən pul cəriməsi deyil. Nə cəriməsi idi? Test cəriməsi idi. Kim yerdən suallara cavab vermədisə, əlavə hər dəfə onun test artıracağım. Bir nəfərə yox, hamıya. Ona görə məcbur hamı komanda şəklində bütün suallara cavab verməlidir. Hə, deməli burada yadda saxladıq bir gömrüklü məsələsini. Oradan tez Ülfət yadıma salsın görüm mənim Azərbaycanda nə zaman daxili gömrük rüsumu ləğv olunur? 1967. Yeni dövr. 1836-cı ildə rəhdar vergisi ləğv edildi. Bəli, rəhdar vergisi doğrudur. Uşaqlar, bu yaxınlarda keçdiyi 1834-cü ildə hansı ölkədə gömrük
ittifaq yaradılmış, daxili gömrük ləğv olunmuşdu? İngiltərə. Yox, Hindistan idi, Hindistan. Almanya 1834-cü ildə yadınıza salın gömrük ittifaqı. Albaniya. Bəli, Prusiyada gömrük ittifaqı dediyi Avstriyadan başqa digər Alman dövlətlərinin iştirakı ilə məhz gömrük ittifaqı yaradıldı. Albaniya. 1834 Almanya mövzusunda keçmişdik. 1834 Almanya mövzusunda keçmişdi onu. Bəs yaxşı, Ayşə bizə deyə bilərmi? Ayşə, 1664-cü ildə yeni ticarət bəyannaməsinin nizamnaməsi mahiyyəti nə idi? Öyle mümkün 1967 ildə imzalanmışdı. Orada da İlahə, cavablandırmırsan suallarımızı? 10 test artırırlar ha. Hə, buyur. orada əsasən var ki, yəni mallar gəlir ki, xaricdən gələn mallar topdan satılacaq da. Bəli, xaricdən gələn məhsulların pərakəndə satışına icazə vermir, ancaq öz yerli məhsullar, öz yerli tacirlər topdan sata bilərdilər. Yadda saxlayırıq ki, bir də 1967-ci ildə Ayşə bunlar başqa kimlə ticarət müqaviləsi imzalayıbdı? Neft qapıları Yox, o 1986-da, 1967-ci ildə. Buyur Nuray. Səfəvilər deyildi. Bəli, Səfəvilər düzdür. 1667-ci ildə Səfəvilər və Rusiya arasında ticarət müqaviləsi imzalanıb. Deməli, biz ruslara imtiyazlar veririk, amma ruslar öz ölkəsində heç kəsə imtiyaz vermir. Deyir ki, xaricilər pərakəndə məhsul satmaq qadağandır. Xarici tacirlər öz məhsullarını topdan ancaq biz rus tacirlərdən satmalıdır. Belə yadda saxlayırıq. 1667-ci ildən danışırıq, düzdür? Ayşə, 67-ci ildə dedi ki, ruslar, hə, sən Reçpospolita ilə Androsova sülh müqaviləsini deyirsən. 1667-ci ildəki müqavilənin şərti nə idi yaxşı Reçpospolita ilə? orada elə deyim ki, yenə də burada topdan satış olacaq. Yox, 1667-ci ildə Ruslar və Reçpospolita arasındakı müqaviləyə əsasən hansı torpaqlar bölünmüşdü? Sol sahil. Ukrayna sol sahil Ruslardaydı, sağ sahil Rusunda. Bir də ki, hansı çaydır, deyib ki, bir də onun. Yox, Kiyev daxil olmaqla Dnepr çayı demək istəyirsən yəqin ki. Kiyev daxil olmaqla Dnepr çayının sol sahili Ukraynası oldu Rusiyada, bir də Belarusiyanın bir hissəsi. Yadda saxladıq 67-ci ildə. İlahə bir daha yadımıza salsın 1667-ci ildə. Deməli, Ruslar kimlərlə müqavilə imzalayıbdı? Səfəvlərlə, Bir də bir də Reçpospolita dövləti ilə. düzdür, iki dövlətlə. Səbinə, suallara cavab vermirsən yerdən. Mən başqa şey var, ona görə indi gəldim. Sənə görə uşaqların testi, bax testiniz artmasın, ha. Növbəti testimiz... Mən indi atmışam. Onu demirəm, yerdən əgər ki, səslər bağlı suallara cavab vermədiyiniz halda testləriniz artır hər dəfə biraz. Sonra yadda saxlayırıq, bir də buradan da 1649-cu ildə. İlahə, İngiltərədə Respublika quruluşu yaranan vaxtı Rusiyada baş vermiş hadisə. Məclis qanunnaməsi qəbul edildi. Düzdür, 1649-cu ildə İngiltərədə başqa hansı hadisə baş veribdi? Respublika yarandı, bir də inqilab deyəsən baş vermişdi. İnqilab onsuz da 40-cı ildən başlamışdı. Kim edam olunmuşdu, kimin baş kəsilmişdi? Hər şey James'dən sonra Charles. Bəli, birinci Charles'ın düzdür. Lordlar Palatası ləğv olunmuş, Respublika qurulmuşdu. 49-cu ildəki məclis qanunnaməsi mahiyyəti nə idi? Elə bil rəsmi şəkildə təhkim edilmişdi kəndlilər torpağa. Bir yerdən digər yerə gedə bilməzdi. Zadəganların yəni zadəganların xeyri nə idi? Kəndlilər yenə təhkimçi olaraq qalırdılar. Düzdür. Zadəganların da torpaq üzərində mülkiyyət hüququ, irsən keçmə hüququ təsdiq olundu uşaqlar. Əvvəllər belə bir hüquqları yox idi, yəni irsən keçirmək hüququ yox idi öz mülklərini atadan oğula. Amma bu qərardan sonra zadəgan öz torpağını, malını, mülkünü oğluna keçirdə bilərdi. Bu belə. Mehriban bizə deyəcək. Mehriban, indi gəl baxaq görək. Hardan başlayaq? 1667-ci ildə Rusiyada verilmiş o gömrük haqqında qanun mahiyyəti nədən ibarət idi? O 667 yeni ticarət O nizamnamədir. Gömrük bəyannaməsini, gömrükü soruşuram, gömrük qanunu. Elə bil ki, daxili rüsumlar ləğv edilir, onu deyirsiniz. Bəli. Bir də elə bil bu gömrük ödənməli idi bir də, yoxsa? Xarici rüsumlar isə artırılmışdı, yadda saxlayırıq. Deməli bir, daxili gömrük rüsumu azaldılmış, xarici gömrük rüsumu isə çoxaldılmışdı. Nə zaman? 17-ci əsrin ortalarında. Bəs məclis qanunnaməsi mahiyyəti nə idi? O elə bil ki, o təhkimçi idi də, oraya təhkimçilik, kəndlərin hamısı təhkimçi olurdu.
Təhkimçilik 1649-cu ildə tətbiq olunsa, neçənci ildə ləğv olundu? Təkimçi neçənci ildə ləğv Bəli. olundu? Buyur İlahə. 1861. Düzdür, 1861. Deməli, Nuray Sultanova, təhkimçilik nə zaman tətbiq olundu? 1303-dəki Hə, o Qazan xan, onu da bir sual verəcəm. Bəli, Qazan xan Azərbaycandaydı. Nuray, Rusiyada təhkimçilik nə zaman rəsmiləşdirildi? 1861-də. Nə zaman ləğv olundu? Yox, 1861-də ləğv olundu. Nə zaman rəsmiləşdirilir? 1667-də. 49, Məclis qanunnaməsi ilə 49. Bir daha Mehriban yadımıza sal görək. Azərbaycanda hansı hökmdarın dövründə idi o 1303 fərmanı? Qazan xanında 1303. Düzdür, 1303-cü ildə. Sonra 11-ci illər bir dəfə də keçdiyi bizdə dövlət kəndlərinin bir yerdən başqa yerə keçməsinin qadağan olunması. Onun neçənci il idi? 1900. 1853. 1853. Dövlət kəndlərinin bir yerdən başqa yerə köçməsi qadağan olunmuşdu. Buna görə də deyildi ki, Azərbaycanın dövlət kəndlisi məhz torpağa təhkim olunmuşdu qısa müddətdə. Bura qədər yadımızda qaldı uşaqlar. Bu bir daha Səbinə ilə bunları sual-cavab eləyək. Səbinəm, nələr bir daha deyirsən? Bizə deyəcəksən, Rusiyada ilk manufakturalar əsasən yerli yoxsa xaricilər tərəfindən yaradılmışdı? Xaricilər tərəfindən. Düzdür. Nə istehsal edirdi bu manufakturada? Manufakturada yəni muzlu əməyə Tətbiq olunur. Nə istəyir? Parça istehsal edirdilər yoxsa silah istehsal edirdilər? parça. Hayır, bunlar silah. Səncə Rus parça istehsal edirlərmi? O ən çox silah, insan öldürmək üçün silah istehsal edibdi. Gömrük haqqında qanun mahiyyəti nə idi? Gömrük haqqında qanun mahiyyəti odur ki, daxildə olanların rüsumu daha azaldıldı, xaricilərə qarşı da çox çoxaldıldı da. Bəs yaxşı, elə həmin vaxt yeni ticarət nizamnaməsinin mahiyyəti nə idi? O isə xaricilərə deyirdi ki, onlar pərakəndə daxildə, yəni pərakəndə eləməsin, topdan eləsin. Pərakəndə deyirik, mal sata bilməzdilər, doğrudur. Sonra 1649-cu ildə Məclis qanunaməsinin mahiyyəti nə oldu? Orada təhkimçilik daha da möhkəmləndi feodal kəndlər arasında. Daha da möhkəmləndirildi. Bunu yadda saxladıq, rəsmiləşdi deyirsən, möhkəmləndirildi. Zadəganlarla bağlı hansı qərar verilir? Məclisdə. İrsən keçirmək. Torpağını, malını, mülkünü irsən keçirdə bilər. Bəli, irsən keçirmək. Elə bil deyirsən hansı. Bu oldu bizim 1649-cu il Məclis qanunnaməsi. Bura qədər hər kəsə aydın oldusa, Zeynəb bir daha yadıma salsın görün, burada Məclis qanunnaməsi verilən ildə İngiltərədə baş vermiş hadisə. İngiltərədə baş vermiş hadisə? Bəli. Bax, fikrin haradaydı? Biz bayaqları Mehribanla onu dedik. Buyur Ayşəm. Ayşə şükürəl qaldırıb Ayşəs. Sevindirici haldır. Çarlız öldürülmüş. Bəli, Respublika yaranmışdı, Çarlız öldürülmüşdü. Tez yadından çıxdı Zeynəb. Neçənci ildə deməli kral edam olundu İngiltərədə? 1649. Həmin ildə hansı hadisə baş verdi? Məclis qanunnaməsi. Burada Məclis qanunnaməsi. İngiltərədə yaradılmış o yeni bir rejim, idarəçilik necə adlandırılırdı? Respublika. Bəli, Respublika quruluşu doğrudur. İndi keçək 17-ci əsrin ikinci yarısında Rusiya xarici siyasətdə qarşısına qoyduğu əsas məqsəd, 3 əsas məqsəd. Bunlar nələr idi? Yəni ki, Osmanlının hakimiyyəti altında Qara dəniz sahillərinə yiyələnmək istəyirdi. Balkan yarımadasındakı elə bil ki, Balkan sahillərinə çıxmaq istəyirdi. Bir də ki, Ukraynaydan Belarusiyanı özünə birləşdirmək istəyirdi. Doğrudur. Bunlar yadımızda qaldı. O bir daha bizə kim deyəcəkdi? Mehriban. Mehriban, xarici siyasət təkrar elə görək. Amma elə bil ki, o Baltik idi, nə idi? O dənizə çıxış əldə etmək istədilər. Ukraynaya, Belarusiya özünə birləşdirmək istirdi. Bir də Qara dənizi yiyələnmək istirdi. Qara dənizdə yiyələnmək üçün kimlə mübarizə aparmalıdır? Bu adı nə idi? Qara dəniz, Osmanlı, niyə Reçpospolit olsun? Osmanlı ilə mübarizə aparmalıdır. Yadımızda qaldı bunlar. Ülfət bizə deyəcək. Ülfət, sən burada Kazak oxudun. Kazak kimləri idi? Kazaklar yəni ki, Bogdan Xmelnitsin vardı. O sərhədlərdən köçürdülər, sakit. Və Kazak da sakit deməkdir. Azad kəndli. Bəli, özləri üçün orada azad kəndliyə çevrilirdilər. Bəs yaxşı. Ukrayna və Belarusiyanın böyük bir hissəsi həmin dövrdə kimdə, hansı dövlətin tərkibində idi? Moldova. Reçpospolita nə zaman kimlər tərəfindən yaradılmışdı? Osmanlıda keçmişdik. 1583-də yaradılmış. Yox, 47-də yaradılmış. 69-da yaradılmış. 1569-cu ildə.
Polşa və Litvanın birləşməsinə, Nigat diplomatiyasının birləşməsinə yaranmışdı. Bu oldu. Bogdan Xmelnitskini buradan tanıdıq. Sən bizə deyəcəksən 1654-67-ci ildə Rusiya hansı torpaqlar uğrunda kimlə mübarizə aparmışdı? Ukrayna torpaqları ilə Respospolita ilə İsveç arasında müharibə olur. Burada da deməli gedişat belə olurdu. Respospolita ilə müharibədə İsveçi məğlub edir. Ümumiyyətlə Ukrayna torpaqlarına sahib olur. 67-də müqavilə bağlayırlar. Müqavilənin şərtlərinə əsasən bu Ukrayna Kiyevdə daxil olmaqla Ukraynanın sol sahili verilir. Bir də ki Belarusiyanın da bir hissəsi verilirdi bura. Yox. O Dnepr çayına sahil olmalı, daha doğrusu sərhəd olmaqla. Bunu da unutmayaq. Aysun, 17-ci əsrin ikinci yarısında Rusiya Ukrayna torpaqları uğrunda kimlərlə mübarizə aparırdı? Rusiya Respospolita ilə İsveçlə. Belə bax gör, o 1676-81-ci ildə kimlə mübarizə aparırdı? 76-81. Bəli. Məsələn, İsveçlə idi. Osmanlı əvvəllər Bağçasaray sülhü falan deyirdi, indi tamam çıxarılıb. İlicə qalıbdı. Osmanlı ilə mübarizə aparmışdı 76-81-ci illər ərzində. Deməli, o 17-ci əsrin ikinci yarısında 3 dövlətlə mübarizə aparmışdı. Bu belə. Osmanlı. Biri Osmanlı idi, biri İsveç, biri də Respospolita. Doğrudur. Bəs yaxşı, Respospolita ilə Rusiya arasında tarixi düşmənçiliyə nə zaman son qoyulur? 1654-də başlayır, 67-də. 67-də bir müqavilə imzalandı. Amma bu deyildi. Kim deyəcək? Kim əl qaldı? Bu Nuray? 1680. Bəli, Müqavilə. Doğrudur. 86-cı ildə. Aysu, başa yadıma düşmədi. 86-cı ildə. İlmi demək istəyirdim. Mən 1686-1866 dedim mən ona görə. 1686-cı ildə tarixi düşmənçiliyə son qoyulub. Uşaqlar, bu tarixdə əbədi dostluq müqaviləsidir. Bunu yadınızda saxlayın. Əbədi dostluq müqaviləsi 1686-cı ildə. İndi sən bizə də görək. Bax, biz keçmişik bu məsələni. Bu müqavilədən sonra Rusiya hansı təşkilatı, hansı ittifaqı üzvü olur? Şimal ittifaqı var idi. 1684-də yaranmışdı, 86-da da Rusiya üzvü oldu. Arada bəli keçmişdi. Orada adı Müqəddəs birlik, doğru. Yadımızda qaldı müqəddəs birlik. Bəs yaxşı, Nuray Sultanova bizə deyəcək. Nuray Sultanova, Rusiya və Ukrayna, daha doğrusu Rusiya və adı nədir? Respospolita arasında Ukrayna uğrunda neçənci illərdə mübarizə gedibdi? 1667-də. 67-də müqavilə imzalanıb. Mübarizə neçənci ildə başladı? 1654-də. 54-cü ildə düzdür. Dərsdən əvvəl biraz heyva idim. O pis heyvalarda. İndi belə dilim topuq çalır, söz deyə bilmirəm. Sonra adam boğan heyva olur. 1654-67-ci illərdən danışdıq. 54-cü ildə, yadda salıram nəyi? 1654-cü ildə Rusiya və deməli Rusiya Ukrayna torpaqları bir qismi uğruna mübarizəyə başlayır. Bəs 1676-81-ci ildə kiminlə mübarizə aparıbdı? Osmanlı ilə. Doğrudur. Hər iki müqavilənin şərtinə görə Rusiya hansı ərazilərə yiyələnir? Ukraynanın sol sahilinə. Doğrudur, Ukraynanın sol sahili. İndi sən bizə də görək. Həmin dövrdə bax burada bircə cümlə yazıblar ki, 17-ci əsrdə artıq ruslar hansı ərazilərə doğru məskunlaşmağa başladılar? Ona kim fikir verib uşaqlar? Buyur Lahəm. Mən orada deyirdi Sibir tərəfə, Sakit Okeana qədər ərazilər işğal edirlər. Doğrudur. Görəsən ruslar Sibiri nə zaman işğal eləmişdi ki, indi bu torpaqlarda məskunlaşmağa başlayıblar? 16-cı əsrin sonu 1598-ci ildə uşaqlar, 1598-ci ildə Sibiri işğal eləmişdilər. İndi də Sakit Okean Sibirə deyir axınlarını davam etdirərək Sakit Okean sahillərinə qədər məskunlaşdılar. Yadımızda qaldı bunlar. Ayşə bizə deyəcək, Ayşə. İndi gəl görək. Biz Osmanlı mövzusunda keçəndə demişdik ki, Rusiyada biz bir daha keçəcəyik müqəddəs birliyin yaranması. Müqəddəs birlik necə yarandı? 1686-cı ildə yarandı. Xeyr. 84-də yarandı. Buyur Ülfət. Deməli bu Osmanlı ikinci dəfə Viyanaya yürüş edirdi 1683-cü ildə. Bundan da təşvişə düşən Roma papası, Roma papasının təşəbbüsü
bir sıra ölkələr, bura Respospolitaydı, ondan sonra Maltaydı, Avstriya da sonradan qoşulur, 86-da Rusiya qoşulur, müqəddəs birlik yaradılır, onu da məğlub edirlər Osmanlının orada. Doğrudur. Yadınızdadır uşaqlar, Karlovitsa sülh müqaviləsi dediyi 1699-cu ildə. Bəli, bax həmin müqavilədir. Deməli, bir daha yadınıza salırıq bu Karlovitsa sülh müqaviləsini. Buradan 1684-83-də ilahə Osmanlı hansı əraziyə uğursuz səfər, uğursuz mühasirəsi baş vermişdi? Viyana. İlk dəfə Viyananı nə zaman mühasirəyə almışdılar? 1530. 1529-cu ildə idi. 1933-də də müqavilə bağlanır. Doğrudur. Bəs yaxşı, burada öyrəndik ki, 1686-cı ildə hansı müqavilənin imzalanması türklərə qarşı ittifaqı gücləndirdi? Mən deyim. Bəli. 1686-da İncə deyirsə sən özün deyil. 1686-cı ildə Rusiya və Reçpospolita. Dövlət, elə bir müqavilənin adını soruşursunuz. Yox, dedim ki, hansı dövlətlər arasında hansı müqavilə? Respospolitayla. Uşaqlar, bu kitabda adı yoxdur, amma bu sinif kitabında qeyd olunur. Əbədi dostluq müqaviləsidir müqavilənin adı. 86-cı ildə imzalanmışdı. İlahi, bu müqavilənin şərtlərində nə deyilirdi bəs? Belə ki, artıq din azadlığı verdi Respospolita. Sonra ərazisində Kiyevin artıq Rusiyanın ərazisi olduğunu tanıdı, yəni işğallarını tanıdı. Daha sonra düşmənçiliyə son qoydular, münasibətləri nizamladılar. Bir də ki, birləşdilər, anti-türk prosesi başladı Avropada. Anti-türk yox. Anti-türk bloku gücləndi bunların birləşməsi ilə. Türklərə qarşı ittifaq gücləndi. Uşaqlar, bunları yadda saxlayaq. Qoy bir daha Mehriban bizə desin görək. Mehriban, Rusiya və Reçpospolita arasında müqavilənin şərtləri? Elə bir ki, bunlar elə münasibətlər nizamlanır. Sonra Kiyevi tanıyır da ərazisini Rusiya verməsini Respospolita. Bir də ki, o nə idi? Biri də vardı. Şəxsi azadlıq, dini azadlıq verirdi də ona. Aha, xristianlar. Bax, burada yadda saxlayırsınız ki, pravoslavların, Respospolita pravoslavların din azadlığına təminat verdi. Uşaqlar, bunu yadda saxlayırıq nə ilə? Və bir də deyir ki, onların müdafiəsi kimə verilir? Rusiya verilir. Rusiya verilir, hə. Pravoslavların müdafiəsi Rusiya verilir. Uşaqlar, yadda saxlayırsınız, bu 74-cü ildə kiçik qaynarcanın oxşar cəhətdir. Mütləq bu testlərdə ya da qəbulda qarşınıza çıxacaq. Bunu bir yerdə qeyd edirsiniz. Reçpospolitanın imzalamış 1686-cı il müqaviləsi ilə 1774-cü ildə kiçik qaynarca müqaviləsinin şərtində oxşar cəhət hər ikisi Rusların pravoslavları himayə etməsinə şərait yaratmışdır. Hə, bu belə. Bəs yaxşı, bir də nə qaldı buradan? Rusiya bu dövrdə Krımı ələ keçirmək üçün yürüşlərim nə ilə nəticələndi Mehriban? Yəni 17 elə bir nəticə vermədi də, nəticəsiz qaldı. Bəli, nəticəsiz qaldı. Bir daha yadımıza salaq. Ruslar və Reçpospolita arasında neçənci ildə müqavilə imzalanmışdı? 86-da. Deməli, 1667 ilə 1686-cı ili birləşdirən cəhət nə imiş? Müqavilə imzalanması. Kimlər arasında? Respospolita ilə Rusiya arasında. Bəli, düzdür. Uşaqlar, baxsaz diqqətlə görəcəksiniz ki, bu 1686-cı ildəki müqavilə Mehriban hansı hökmdarın dövrünə düşür? Harada? Rusiyada mı? Bəli, Rusiyada. Pyotr da Pyotr yox. Amma onun niyə Pyotrun içərisində yazılıblar uşaqlar? Yuxarıda xüsusən qeyd ediblər. Çünki Pyotr bax Hələ Hakimiyyətə gəlməmişdi. hakimiyyətə gəlməmişdi. uşaqlar əslində o bax balacaydı. Əvəzində bacısı Sofiya dövlət idarə edirdi. Həddi buluğa çatdıqdan sonra 1689-cu ildə üsyan qaldırır. Biz buna Stirlesa qiyamı deyirik. Bacısını hakimiyyətdən uzaqlaşdırır. Tamamilə hakimiyyətə qarışmaması üçün hətta onu aparır monastıra. Monastıra verir rahibə kimi və bundan sonra özü tək başına idarə edir. Düzdür, 1686-cı ildəki müqavilə Pyotrun hakimiyyət dövrünə aid olsa da onun fəaliyyətinə aid deyil. Yəni o bu işi görmür, o müqaviləni imzalamayıb. Aydın oldu bunlar. Zeynəblə davam edək. Zeynəb bizə deyəcək. Zeynəb, Pyotr neçənci illərdə hakimiyyətdə olub? 1682-1725. 25-ci illərdə düzdür. Bəs yaxşı. Çar qarşısına qoyduğu bir neçə məsələ var idi ki, bunlar nədən ibarət idi? Avropadakı gerilikləri aradan qaldırmaq üçün nə kimi tədbirlər görməli idi? Birinci elə bir hərbi nizamlayır, hərbini nizamlayır. Sonra elə bir ki, İstanbulu tutub, oradan da Barfev və Dardanel boğazlarına çıxmaq istəyirdi.
Bəli, Bir düzdür. Qaradəniz sahillərinə çıxmaq istəyirdi. Doğrudur. Bax, Qaradəniz sahillərinə çıxmaq istəməsi kimlə oxşar cəhətdir bundan sonra? Hansı hökmdarla oxşardı? İkinci Yekaterina. Əla, doğrudur. İkinci Yekaterina ilə oxşardı. Deməli, sən Pyotrun bir cənub yürüşü, bir də şimal yürüşünü oxuyubsan. Əvvəlcə cənub yürüşünü bizə deyim. Cənub yürüşünü deyim. Bəli. Nə zaman baş verib, harda, hansı əraziləri ələ keçirib bununla da? Nə zaman baş veribdi? 1709-da. O Falkland Şey, yürüşü. Anadolu ələ keçirildi. Bəli. Digər Maysu? Ama tam 8. sonlarında olmuştu. Azovu tutmuştu da bir de. Doğrudur. Uşaqlar, indi kitablardan ili çıxarılıb 1695-96 idi. Bəli, 95-96 indi əsrinə yazır ki, 17-ci yüzilin sonlarında cənuba doğru yürüş eləyir. Bəsim, yətərsən. Cənuba doğru yürüş eləyir. Hansı qalanı ələ keçirdi Zeynəb? Azov qalasını. Düzdür. Amma Azovu bax 1695-97 17-ci əsrin sonunda ələ keçirib nə zaman itirir? Nə zaman itirir? Bəli. Buyur Nuray. 1791-də 11-ci ildə, bəli, düzdür. 1711 Prut yürüşünü itirir. Bax, bunu bir yadda saxlayırıq. Bir kənara da yazın ki, yadımızda qalsın. Həm burada var, həm də ki, bu birisi Osmanlı mövzusunda da bilirik biz. Bu oldu cənub yürüşü. Bəs Səbinə bizə şimal yürüşünü deyə bilərmi? Mənim o şimal yürüyüşüm 1700-dən 1721-ci illərə əhatə edirdi. Bəs yaxşı, şimala hücuma keçməzdən əvvəl Harago elçi göndərir, hansı ittifaq yaradır? Hə, böyük elçilik etmişdi. Ancaq yəni heç kim onu birləşmədi elə bil ki. Sonra Respospolita oldu. Orada da Danimarka, Saksoniya, Respospolita Rusiya iştirak edirdi. Yox, hansı ittifaq yaratdılar? Hə. Mən Osmanlıya qarşı ittifaq yaratmaq istəyirdi, alınmadı. Amma hansı dövlətə qarşı ittifaq yaratdılar? İsveçə qarşı. İsveçə qarşı ittifaq yaratmışdım. Bunu yadda saxlayırsan. İsveçə qarşı ittifaqdır. Niyə Şimal İttifaqı? Neçənci ildə Şimal İttifaqı? 1699 yazmışdı. 1699-cu ildə. Ülfət bizə deyəcək 1699-cu ildə Azərbaycan tarixində baş vermiş hadisəni. Hüseyin siyahı almıştı 1699. Düzdür. Aysu bizə deyəcək 1699 Osmanlıda baş vermiş hadisəni. Gerileme dövrü başlamıştı. Bəli. Hansı müqavilə imzalanmışdı? Krallarsa. Doğrudur, Karlovitsa. Bu oldu 1699. Səbinə, bəs 1699-cu ildə Rusiya yaratmış olduğu ittifaq necə adlandırılır? İttifaq. Nə Şimal ittifaqı? İttifaqı. Şimal Şimal İttifaqı. İttifaqı. Bir daha təkrar edirsən, Şimal İttifaqında iştirak edən dövlətlər hansılar oldu? Rusiya ilə İsveç. Yox, İsveçə qarşı deyil usta bu. Osmanlı. Saksoniya, Danimarka. Uşaqlar deyir ki, müəllim, bunlar havalı Bayaq adlardır. dedimdə Danimarka, Saksoniya, Respospolita Rusiya. Nə ilə? Sədir. Sədir sözündən. Qəşəng. Aysudan kreativ cavab. Dedi ki, sədir sözündən yadında saxla. Bu gün bunu işləmədi. Necə dəqiqə uşaqlar? Şimal İttifaqından sonra bəs yaxşı Nuray Sultanova. Nuray Sultanova neçənci illərdə Şimal müharibəsi baş vermişdi? 1721. 1700-1721-ci illərdə özü. Şimal müharibəsinin ilk illəri Rusiya üçün necə nəticələnmişdi? İlk illər yaxşı nəticələnməmişdi. Daha sonra 1709-cu ildə Prut döyüşü baş verdi. Deməli Prut döyüşündə Yox, Burada- 1709 Poltava döyüşü. Poltava, onun adını qatışdıram mən. Poltava döyüşü baş verdi. Bu döyüşdə İsveçləri məğlub etdi və Kral 12-ci Charles qaçıb Osmanlıya getdi. O Osmanlıya getdikdən sonra Pyotr da zaten bu ərazilərə getmək üçün bəhanə axtarırdı. Ona görə də o da onun arxasınca getmək bəhanəsi ilə ora getdi. 1711-ci ildə Prut yürüşü oldu. Bu yürüşdə Osmanlılar onları mühasirəyə aldı və Pyotr da onlardan müqavilə imzalamağı söylədi. Bunlar da Osmanlı ilə deməli onların mühasirə aldığını bilmədilər. Ona görə
müqaviləyə razı oldular. Müqaviləyə əsasən 12-ci Charles'ı vətənə geri qayıtmağına mane olmaması ilə razılaşdılar. Bir də Azov qalasının geri qaytarılmasını tələb etdilər. Düzdür. Ayşə bizə deyəcək. Ayşə, deməli Şimal müharibəsinin gedişatında baş vermiş döyüş hansı döyüş idi? Poltava döyüşü və Krim döyüşü. Poltava döyüşü neçənci ildə baş verir? 1709. Mehriban bizə deyəcək. 1709-cu ildə Səfəvi tarixində baş verən hadisə. Heç Mehriban gözləmirdi. Bu hardan hara? Səfəvi nə idi bu? Buyurun Fəd. Üsyanların baş vermişdi orada. Əfqanlar haranı ələ keçiriblər? Qəndaharı. Bəli, Qəndahar 1709. Bəs yaxşı, o 1711 desəm üsyan deyərsən. Sonra bu yadda qalsa, bir daha Ayşə bizə deyəcəkdi. Ayşə, bəs yaxşı, Şimal müharibəsi dövründə baş versə, amma müharibəyə aid olmayan döyüş hansı döyüşdü? Prut döyüşü. Bəli, düzdür, Prut döyüşü, doğrudur. Hə, indi sən bizə də görək. Şimal müharibəsinin gedişatında Rusiya, yəni Pyotr paytaxtı hara köçürmüşdü? Sankt-Peterburg. Doğrudur. Peterburg Avropaya pəncərə adlandırılır. Bəs yaxşı, uşaqlar, Ruslar nə zaman Azərbaycanda Peterburqa bənzər bir şəhər saldırmaq istəyirdilər? 1717-21 radələrində bu Salyan ərazisində saldırmaq istəyirdilər. Keşke saldırar da içimizdə Ruslardan bir yadigar qalardı, yaxşı bir yadigar. Pyotr da məhz burada deyir, Peterburqa bənzər bir şəhər saldırmaq istəyirdi. 1712-ci ildə bunu yadda saxladıq. Bəli. Etibari burada 1711-ci ildə Prut yürüyüşü yox idi. Burada Osmanlılar Rusları mühasirəyə almışdı. Amma orada qeyd edilib ki, Osmanlılar bu mühasirədən xəbərsiz olduğu üçün müqavilə imzaladılar. O necə olur ki, həm mühasirəyə alırlar, həm də xəbərsiz olurlar? Yəni, belə ki, ordu mühasirəyə düşüb, ona söz yox. Sən demə ordunun içində Pyotr da var imiş. Bunlar Pyotr mühasirəyə aldıqlarından xəbərsiz idilər. Bax, ona görə Osmanlı hökmdarı daha sonra orada olan ordunu cəzalandırsa da, orada kəşfiyyatı cəzalandırsa da bir nəticə vermədi. Əsas deyir ki, Pyotr onsuz da əlimizdəydi, biz necə əlimizdən qaçırdıq? Ordunu düzdür, mühasirəyə almış, amma ordunun içində Pyotrun olduğunu bilmirdilər. Hökmdarın olduğu. Hökmdarın əsir düşməsi bizi böyük bir biabırçılıq deməkdir. Ən ağır şərtli müqaviləni imzalatdıra bilərdi Osmanlı vaxt. Amma təəssüflər olsun ki, belə bir fürsəti əldən qaçırmışdılar. Bu belə. Deməli biz Ayşə, Azərbaycan tarixində 1-ci Abbasla, burada 1-ci Pyotr nəyə görə oxşar cəhət eləyərik? Şəhər saldırır. Paytaxtı götürdü. Paytaxtı götürdü. Hər ikisi hansı sayda islahat keçiribdi? Hərbi saat. Hərbi bir idarəçilik sayəsində islahat keçirib. Bax, bunlar da oxşar cəhətdir. Hərbi idarəçilik sayəsində. Zeynəb, bu müqavilənin işlət müqaviləsinin şərtlərinə görə? Azov qalasını elə bir ki, Osmanlılara verildi. Bir də ki, elə bir ki, bu 12-ci Charles'ı qaytarmalıydılar da. Məncə o Prut müqaviləsi idi. Mən Azov Niştat müqaviləsi dedim. Rusiyanın qələbəsi ilə başa çatdı. Bir də ki, Baltik dənizinə çıxış əldə elədilər. Doğrudur. Rusiya Baltik dənizindən çıxış əldə elədi. Uşaqlar, hətta bir şey dedim. Tarixdə maraqlı hadisələr olur. Buradan Finlandiyanı ələ keçirdi, amma İsveç deyir ki, Finlandiyanı mənə qaytar, üstünə də pul ver, sənə Baltikyan əraziləri verir. Bu vaxt Rusiya qalib gəlməsinə baxmayaraq pul verir, Finlandiyanı qaytarır. Baltikyan əraziləri pulla sanki satın alır. Yəni 21 il müharibə aparıbdır, amma ondan sonunda yeni özü də pul veribdir. Bu belə. Olar ki birdən, kim bizə deyəcək? Buradan İlahə xanım. İlahə, deyirlər ki sənə Rusiya imperiyası 1709-cu il Poltava döyüşündə qalib gəldi. Səhvdir, düzdür? Səhvdir, çünki 1721-ci ildən sonra imperiya olur. Əla, düzdür. Bəs Səfəvilər hansı döyüşdən sonra imperiya adlandırılır? 1501-ci ildən, yoxsa 3-dən. Deməli, Buyur. 1510-cu ildə Mərv döyüşündə. Bəli, Mərv döyüşündən sonra. Bu belə, Rusların imperiya çevrilməsi, bir də Osmanlı imperiya, Azərbaycan imperiya çevrilməsini dedik. İndi keçək bir də nələrə? Pyotrun islahatlarına. Bir rahat nəfəs alın, Pyotrun islahatlarını deyək. Rusiya maşallah geniş mi genişdir? Amma bilirəm ki, maraqla, həvəslə oxuyubsunuz. Bura qədər hər kəsə hər şey aydın oldu, uşaqlar. Bəli. Onsuz da başlıq səsdən başlığını yaxşı oxuyur. Görək, axın necə olar. Səkinə də deyir ki, mən də öyrəndim. Kimlə başlayaq? Ülfətimizlə başlayaq. Ülfət, birinci sən mənə deyirsən nəyim?
rekrut toplanışını tətbiq edən rekrut toplanışını ləğv edən hökmdarlar kimlər oldu? Toplanmasın birinci Pyotr'dur, ləğvini edib Aleksandr. Birinci, ikinci Aleksandr demək istəyirsənsə, bəli, doğrudur. İkinci Aleksandr. Doğrudur. Birinci deyildim. Hə, gəldim. Ümid edirəm sizə təkrarladınız. Rekrut toplanışı tətbiq edən Nuray kim oldu? Nuray Sultanova. Birinci Pyotr. Hə. Bəs yaxşı, ləğv eləyən kim oldu? İkinci Aleksandr. İkinci Aleksandr, düzdür. Gülfət, birinci Pyotrun hərbi islahatın mahiyyəti nə idi? Hərbi islahata görə rekrut idarə etmə sistemi yaradıldı. Ondan sonra daimi nizami ordu yaradıldı. Tarixdə ilk imperiya ordusu yaradıldı. Yox, ilk hərbi İlk hərbi donanma yaradıldı. yaradıldı. Bəli. Ondan sonra əsasən orduda xidmət edən zabitlər, amma belə döyüş zamanı fərqlənən əsgərlər də zabit ola bilərdi. Ondan sonra daimi nizami süvari ordu yaradıldı. Sonra manufakturalar, silah manufakturalar yaradıldı. Oldu silah tətbiq edildi. Bir də süngülü bir şey vardı Tüfəng. orada. Bəli, süngülü tüfəng. Deməli, Deməli, Səbinə, ilk dəfə Rusiya tarixində hərbi donanma yaradan şəxs kim oldu? Birinci Pyotr. Düzdür. Pyotrun dövründə hansı növ silahlar istehsal olunurdu Rusiyada? Süngülü. Doğrudur, süngülü tüfənglər. Aysu bizə deyəcək, Aysu, idarə etmədə nə kimi islahatlar keçirdi? İdarə etmədə elə bir köhnə idarələri ləğv edib, yerində yenilərin yaradırdı. 1711-ci ildə Senat yaratmışdı. Senat icra və məhkəmə səlahiyyətləri var idi. Bir də kollegiyalar desən yaratmışdı. Bir də bu kollegiya ilə Senat nə idi ki? Senat, məsələn, Ağsaqqallar Şurası kimi tanıyıram. Senatı, bəli, Romada Ağsaqqallar Şurasıdan öyrənibsən. Burada isə icra edici bir qurum idi. İcra və məhkəmə işlərini yerinə yetirirdi. Yəni, bax, çar hər hansısa bir qərar verir, qərarın icra olunmasını bu quruma tapşırırdı, Senata tapşırırdı. Və bir də Senat məhkəmə işini həyata keçirirdi. Hətta bəzi dövrlərdə bu hökmdar ölkədə olmadığı bir vaxtda nəzarət funksiyasında yerinə yetirdi. Yəni, hökmdarın işini sanki bir növ idarə, hökmdarın işini burada həyata keçirirdi və hətta digər qurumlara nəzarət edirdi. Bu belə. Sonra, bəs bizə ilahə deyə bilərmi? İlahəm. 1711-ci ildə Senatın yaradıldığı ildə başqa hansı hadisə baş veribdi? Prut yürüyüşü. Düzdür. Azərbaycan tarixində baş verən hadisə? Üsyanlar. Doğru, üsyanlar. Burada sən 1-ci Pyotrla 4-cü Gözəl Filipin idarəçilikdə nə kimi oxşar cəhəti var? Hər ikisinin dini islahatında daha doğrusu. Məclis, elə bir o kilsəni dövlətdən asılı vəziyyətə salmışdılar. Doğrudur. Kilsə dövlətdən asılı vəziyyətə düşdü. Uşaqlar, bu həm İngiltərə tarixi üçün oxşar cəhətdir, həm Fransa, həm də Otto von Bismarck, yəni Almaniya tarixi üçün oxşar cəhət deyə bilərik biz bunları. Bəs Nuray Sultanova, nə kimi mədəni təsirlər, mədəni yeniliklər baş verdi Rusiyada? Elm və təhsil inkişaf etdi. Məktəblər və universitetlər daha da, belə deyək də, genişləndi. Tənəzzül tapdı. Tənəzzül. Nə? Tənəzzül tapdı? Təşəkkür tapdı. Təşəkkür. Əslində, uşaqlar, sizə bir şey deyim. Hətta Voltaire bu haqda belə bir məlumat demişdi ki, o fransız maarifçisidir. Deyirdi ki, Avropanın 500 ildə getdiyi yolu Pyotrun sayəsində ruslar cəmi 50 ilə gedibdi. Yəni, rusların inkişafında bu qədər çox böyük bir rol olmuşdu. Hətta bir çoxları şişirdib daha da deyir ki, Rusiyanı ayaqlı, çarıqlı bir ölkədən böyük bir dövləti imperiya çevirdi. Buyur. Onda birinci Pyotr ən güclü hökmdar oldu da Rusiyanın. Belə çıxıb yoxsa?
məktəbdə hərdən uşaqlar olur deyir ki, müəllim, yaxşı olanlardan olub Pyotr. Deyirəm, hə, yaxşı olanlardan olub. İndi sən də onun kimi bəli, güclü hökmdarlardan birincisi Pyotr, bir də biz. Məsələn, Yekaterina da güclü hökmdarlardan biri hesab oluna bilər. Çünki Pyotrun bacara bilmədiyi Qaradənizə çıxışı o əldə elədi. Osmanlı üzərində qalibiyyəti. Amma köklü islahatlar, böyük islahatlar keçirən 2-ci Aleksandrdır. İslahatları, geniş sayda islahatlar keçirməsinə görə də Pyotrdan Aleksandr oxşar cəhət edə bilərsən 2-ci Aleksandrı. Sonra 1-ci Aleksandr da heç də dövrünə görə zəif bir adam deyildi. Napoleonu məğlubiyyətə uğratmış, Avropada Rusiyanın mövqeyini gücləndirmişdi. Hə, belə. Bəs yaxşı, Mehriban bizə deyəcək, Mehriban. Səncə Pyotrun verdiyi üçüncü qruplar bilirəm ki, Azərbaycanda bu qayda tətbiq olunsaydı, bilmirəm, aqibəti necə olardı. 1714-cü ildə Pyotrun verdiyi fərmanın mahiyyəti nə idi? Elə bir o riyaziyyatı öyrənilməyən falan onlar qadağa elirdi, yeni qanunlar yaranırdı. Bəli, həm də səni bilməyən ailə qura bilməzdi. Bilmirəm, onda üçüncü qruplar yəqin ki, çoxu evdə qalardı, subay qalardı. Bu belə, bir də uşaqlar saqqal vergisi qoymuşdu Pyotr. Ruslar o qədər pinti idi ki, o saqqallarına pit birə düşürdü. Kimin ki saqqalı uzun idi, vergi vermirdi. Məcburən vergi verməmək üçün insanlar da saqqalını kəsirdilər. Beləliklə, Rusiyanı bir doğru düzgün cəmiyyətə çevirməyə çalışdı. Bu 1722-ci ildə qərarın mahiyyəti nə idi? Nəsə cədvəl nəşr olunurdu. Rütbələrə dair cədvəl. O deməkdir ki, yəni insanlar qabiliyyətinə görə irəli gedirdi. Sən maman müəllimdir deyə sən də müəllim olasın deyirdin ki, nə etmək lazım? Bəlkə sənin qabiliyyətin daha yaxşıdır, daha yüksək zirvələrə çıxmaq istəyərdin. Osmanlıda bax beşik alimliyi idi. Alimin oğlu alim idi. Müəllimin oğlu müəllim olmalıdır. Həkimin oğlu həkim. Amma burada isə gör necə ağıllı bir qərardır. İnsanlar öz xüsusiyyətinə görə, sadəcə ailədən gələn vəzifəyə görə deyil, peşəyə görə deyil, öz qabiliyyətlərinə görə daha yüksək vəzifələrdə gedə bilərdilər. Bu belə. Sonra bir də keçək 2-ci Yekaterina. Ümumiyyətlə Rusiyanın bu Pyotrun keçirdiyi islahatların nə kimi nəticəsi oldu Rusiya üçün? Rusiya üçün deyə bilərmi gücləndi məncə. Gücləndi. Bir, ikincisi, buyur Ayşəm. Gerilik yaratdı. Türkiyə bu artıq uzaqdaydı, yəni ki, səviyyə cəhətdən, amma ki, bu artıq xeyli azaldı da. Bəli, gerilik aradan qalxdı, doğrudur. Ticarət sahəsində islahat keçirdi, yenə gömrük rüsumunu tətbiq elədi xarici məhsullara ki, daxili məhsulların istehsalı daha da artsın deyə. Sən nə bizə deyə bilərmi? Sən 2-ci Yekaterina neçənci illərdə hakimiyyətdə olubdu? 1762-1796. 2-ci Yekaterinanın hakimiyyətə gəlişi, 1-ci Aleksandrın hakimiyyətə gəlişinin oxşar cəhət nədir? Müqavilələr olmuşdu. O müqavilə var. Hakimiyyətə gəlişində. Onu deyirsiniz. Kim deyir uşaqlar hakimiyyətə gəlişində? Bəli, saray çevrilişi. Bunu kənarda bir yerə yazarsınız. Saray çevrilişi nəticəsində hakimiyyətə gəlib. Bəs yaxşı, bu Pyotrun bundan sonra Yekaterinan keçirdiyi islahatlar nələr idi? O quberniya sayəsində islahatlar. İkincisi? İkincisi, kim deyir uşaqlar? Bəli, doğrudur, zadəganlar haqqında fərman vermişdi. Deməli, bir quberniya, bir də zadəganlar, bunları yadda saxlayırıq. Zeynəb bizə deyəcəkdir, Zeynəb, sən bir də öyrəndik ki, burada bir cədvəlin içində yazıblar. Ruslarla mübarizəsi, Ruslarla səfərbizəsi, daha doğrusu Osmanlı arasında mübarizə. Uşaqlar Polşa torpaqlarında başlamışdı. Zeynəb, Kiçik Qaynarca ilə başa çatan müharibənin neçənci də başlayıb? 1768-də 74-ə qədər də davam elədi. Doğrudur. Müqavilənin şərtlərinə görə? Elə bir ki, Bosfor və Dardanel boğazlarına çıxış əldə edir. Bir də Krımın elə bir ki, azadlığını Osmanlı tanımalı idi. Düzdür. Bu müqavilənin şərtlərinə görə bir də xristianlarla bağlı verilən qərar nə idi? Xristianlarla bağlı onları güzəstə gedirdilər. Pravoslavların himayəçisinə çevrildi Ruslar. Bu da bayaqlar demişdik ki, pravoslavlar Osmanlı ərazisində yaşayan pravoslavlar üzərində Ruslar himayə hüququ qazandılar. Pravoslavlar bir ahali idi. Pravoslavlar biz necə müsəlmanlar sünni şiə deyə məzhəb ayrılığına bölünür. Bunlar başa düşürsəniz sünni şiə. Məzhəb ayrılığıdır. Elə bir ciddi fərq yoxdur. Sadəcə olaraq məzhəb ayrılığı. Xristianlar içərisində belə bir məzhəb ayrılığı var. Pravoslavlar, katoliklər, bir də protestantlar. Bax, bunlar Ruslar pravoslavları himayə edirdilər və özlərini pravoslavların himayəçisi kimi qələmə vermişdilər.
İndi hansı müqavilələrdə ruslar pravoslavlar üzərində idarəçilik himayə hüququ qazanıblar? Kiçik Qaynarca. Bundan əvvəl hansı müqavilə idi? Bundan əvvəl Bəli. Buyurun Fərid. 1667-də imzalanan müqavilə Respospolita Rusiya. Respospolita düzdür, amma iri səhvdir. 86-da mən 86-da bəli. 86-da doğru. Bunu bir yerə yazın, bu mütləq qəbula falan düşəcəkdim. Rusların pravoslavlar üzərində himayə hüququ 1686-1774 oxşar cəhətdir. Müəllimə, səsiniz mənə zəif gəlir. İnternet məndə zəifdir, yoxsa sizdə? Məncə yaxşıdır. Uşaqlar, sizdə internet zəifdir, yəni siz də səsimi zəif eşidirsiniz. Məndə yəqin zəifdir. O bir otağa gedim, orada oturum mən. Əgər səsin zəif gəlsə, telefonun bax bu yuxarı başında Qromkost işarəsi var. Onu bir dəfə vurun. Bu yuxarı tərəfi. Hə, ya da olmursa təzədən çıxıb daxil olarsan. Ya dərs prosesində WhatsApp-a girmisən, səsə qulaq asmısan, ya da telefonuna mesaj gəlibdir. Bilmirəm, yəqin mesaj gəlmə də bu otağa zəif gəlir internet. Hə, əgər düzəlməsə çıx təzədən daxil ol. Bunlar yadımızda qaldı uşaqlar. Qoy Ayşə ilə davam edək. Ayşə, 1783-cü ildə ruslar hansı ərazilərlə keçirdilər? Krım, İsveçə. Krım ələ keçiriblər, düzdür. Ayşə, Krım bir də Gürcüstanı da keçirmişlər. Bəs yaxşı, indi görürsən mənə, Osmanlı Krımı geri qaytarmaq üçün yenidən müharibəyə nə zaman... Yox, elə Krımı geri qaytarmaq üçün müharibəyə nə zaman başladı? 1768-ci ildə. O Krım uğrunda değildi. 68-74 başqa. 1787-də. 87. Yassın bitirdi. Aha, 91-ci ildə. Yassın müqaviləsinin şərtlərinə görə Orada elədim ki, burada Osmanlı dövləti Qaradenizə Rusların keçməsinə icazə vermişdi. Bir də ki, Krım Şərqi Gürcüstanı Rusiyanın olduğunu qəbul eləmişdi Osmanlı. Doğrudur. Nuray Sultanova bir daha təkrarla Krım Yassın müqaviləsinin şərtlərini. Deməli, Osmanlı Krımın müstəqilini tanıdı. Necə deyim, Dardanellə Bosfordan keçmək hüququ əldə etdi. Düzdür. Sonra bir də hansı çay sərhəd rolunu oynadı? Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd rolunu. Düzdür. Buğdan Dnestrə qədər ərazilər. Doğrudur. Bəs yaxşı, bunlar yadımızda qaldısa, keçək biləndə Ayşəm, Pavel, daha doğrusu Zubov nə zaman Azərbaycanın hücuma keçir? 1796-cı ildə. Hansı hökmdarın dövründə? 1796 kimin dövrüdür? Deyəsən, Bakı xanımdır. Yox, Qaçanların dövrüdür. Rusiyada. Hansı hökmdarın dövrüdür Rusiyada? Birinci Aleksandr. Kimdən danışırıq? Yekaterinadan danışırıq. Yekaterina, Pyotr. Hər ikisi Azərbaycanda Cənubi Qafqaza nəyə görə möhkəmlənə bilmədilər? Çünki Bəli, Əzrail imkan vermədi. Vəfat elədilər. Qısa konkret. Əzrail imkan verməmişdi heç birinə. Nuray Hüseynova bizə deyəcək 19-cu əsrdə Rusiya. Hə, bayaqlar dedik, 1-ci Aleksandrla 2-ci Yekaterinanın hakimiyyətə gəlişində oxşar cəhət Saray çevriliş nəticəsində gəlmişdi. Doğrudur, saray çevrilişi. Bəs yaxşı, bu 1-ci Aleksandrın verdiyi azad taxılçılar haqqında qərarın mahiyyəti nə idi? Orada kəndlərə şəxsiyyət azadlığı verilirdi və müəyyən ödənç müqabilində torpaqlar verilirdi də deyəsən. Hə, ödənç müqabilində təhkimçilikdən azad oluna bilərdi. Amma o da bəyin ürəyi istəyərdi, çox pul qoyardı, ürəyi istəyərdi, az pul qoyardı. Yəni bəyin kefindən asılı idi. Səncə bu qərara görə kəndlərin böyük bir qismi azad ola bildi? Xeyr, o qədər yaxşı nəticə vermədi. Doğrudur. Qoy bir daha bizə ilahə deyəcək, ilahə, azad taxılçılar haqqında qərarın mahiyyəti nə idi? Kəndlilər beləliklə mülkədar pul verib kəndliləri təhkimçilikdən azad edə bilər torpağından. Ancaq bu da çox Bəlkə mülkədar niyə pul verir? Hazır kəndli mülkədarın istədiyi qədər ödənç verir. Bu oldu azad taxılçılar, düzdür. Bəs Nuray, bir də bunun idarə etməklə bağlı islahatı var idi ki, bu nədən ibarət idi? Deməli, burada 1810-cu ildə Dövlət Şurası yaratdı. Bir də nazirliklər yaratmışdı. Avropa nümunəsində nazirlik yaradan Aysu, Osmanlı tarixində kim olmuşdu? 2-ci Mahmud. Düzdür. Bəs Mehriban, Osman yenə Avropa nümunəsində nazirlik yaradan Yaponiyada kim olmuşdu? 15 yaşlı hökmdar.
Buyur Ülfət. Mosquito. Bəli, Mosquito. Uşaqlar, Hindistanda hansı hadisədən sonra Avropa nümunəsində nazirlik yarandı? Üsyan, hansı üsyandan sonraydı? Sipahilər. Bəli, Sipahilər üsyanından sonraydı. Sipahilər üsyanından sonra. Nuray, sən bir də bizə deyəcəksən, elm təhsil sahəsində gördüyü tədbirlər nələr oldu? Mətbuata önəm verdi. Daha yeni universitetlər, məktəblər açdırdı. Bəli, düzdür. Yəni bu dövrdə deyirik ki, universitetlər senzuradan azaldıldı, senzura yumşaldıldı daha doğrusu. Universitetlər, orta məktəblərdə, gimnaziyalar, qəza məktəbləri falan açıldı. Zeynəb bizə deyəcək, Zeynəb. Necə? Senzura nə deməkdir? Senzura. Bax, onu deməkdir ki, hər hansısa televiziyada, dövlət informasiya, bugün kütləvi informasiya vasitələridir, televiziyada. Əgər orada biz hər hansısa dövlətə qarşı, idarəçiliyə qarşı ifadə səsləndirə bilmiriksə, qadağalar qoyulursa, bu senzuradır. Məsələn, Sovet Rusiyası dönəmində televiziyada, hətta kitablarda, eləcə də dərsliklərdə, qəzetlərdə, nə bilim, həyatın bütün sahələrində çox ciddi bir nəzarət var idi. Kimsə rusların əleyhinə, idarəçilik, hakimiyyət başında olanların əleyhinə qətiyyən hər hansısa bir söz deyə bilməzdi. Hal-hazırda bu senzura götürülüb 1998-ci ildən bəri azad fikri icazə verilir. Hər bir şəxs öz fikrini azad şəkildə səsləndirə bilər. Zeynəb, dedik ki, Osmanlıdan Avropa nümunəsində nazirlik yaradan 2-ci Mahmud. Düzdür. Bəs 1810-cu ildə burada Aleksandr verdiyi fərman əsasında Dövlət Şurası yaradıldı. doğrudur. Deməli, 2-ci Mahmudla 1-ci Aleksandrı birləşdirən cəhət nədir? İkisi nazirlik yaradıblar. Doğrudur, Avropa nümunəsində nazirlik yaratmışdır. Yadımızda qaldı mı bunlar? Bəs yaxşı, keçək Ülfətimizə. Ülfət bizə deyəcək, 1-ci Aleksandrın xarici siyasətinə gəl baxaq. Deməli, bu 1-ci Aleksandr 1801-ci ildə hansı ərazi daxil müstəqilliğinə son qoydu? Deməli, mən bu Azərbaycana yürüş edir də. Gürcüstan daxil müstəqilliğinə son qoydu, ondan sonra Azərbaycan yürüşə keçmişdir. Azərbaycan gəlir. 1-ci Rusiya-Qacar müharibəsi 1804-1813. eyni vaxtda 1809-cu ildə kimlə mübarizə aparmışdı? Qacarlar. 1809. Bu Rusiya. Bəli. Finlandiya tutmuşdu da. Finlandiyanı tutub, Serbiyanı da tutub. Doğrudur. İsveçlə mübarizə aparmışdı. 1806-12-ci illərdə kimlə mübarizə aparıbdı? Osmanlı ilə 1812-də Buxara sülhünü imzalayır. Düzdür. 1807-12-ci illər? 1807-12. Bəli. Yox, 7-də müqaviləmiz dağılır, tezət müqaviləsi. 12-ci ildə Baradino döyüşü. Kimdən idi? Fransa. Bəli, Fransa. Sanki şiir ürəyi. Eyni cəhbədə, eyni vaxtda neçə müxtəlif cəhbədə mübarizə aparır. Aysu, Rusiya-Qacar müharibəsi, 1-ci Rusiya-Qacar müharibəsi neçənci illəri əhatə elədi? 1804-1813. 13, doğrudur. Nuray, Nuray Sultanova 1809-cu ildə kimlə mübarizə apardı? Fransa ilə. Düzdür. İlahə, 1807-ci ildə müqavilə 1809-cu ildə, 1809, mən soruşurdum. İsveçlə olan Finlandiya. Hə, İlahə. 7-ci ildə də Tilsit bağlayır. Müqavilənin şərtlərinə görə? Belə idi ki, Fransanın işğallarını tanımalı idi Rusiya. Bir də ki, İngiltərə ilə ticarət əlaqəsi saxlamalı idi. Doğrudur. Mehriban, 1812-ci ildə Rusiya və Osmanlı arasında imzalanmış müqavilə Buxarest. Buxarest müqaviləsinin şərtinə görə hansı ərazi Rusiya ilhaq olunur? Hansı ərazi idi? Buyurun, uşaqlar deyin. Besərbiya. Bəli, Bessarabiya, düzdür. Moldova ilə bağlı xalqlar Osmanlıda. Bir də ki, o Cənubi Qafqazın işğallarını Osmanlı tanımalı idi. Doğrudur. Ruslar bir də Dunay çayında sərbəst üzmək hüququ əldə eləyir. Osmanlı mövzusuna keçmişdik bunları. Hə, bəs yaxşı, Səbinə bizə deyəcək. Səbinə 1812-ci ildə Rusiya və Fransa arasında baş vermiş döyüş hansı döyüşü idi? Napoleonla onun arasında. Bəli. Adı var idi, yoxsa mən oxumamışam. Bəli, var idi. Buyurun uşaqlar. Baradino döyüşü idi. 1812-ci ildə Baradino döyüşü. Biz bunu burada da keçmişik, o birisi dərsin içində də keçmişik Fransa mövzusunda. Nəyə görə Baradino döyüşündə Ruslar düzü döyüş meydanında yadınıza saxlayın ki, Ruslar məğlub oldu. Buna görə də hətta Moskvaya daxil oldum Napoleon. Və nəyə görə Səbinə? Napoleon Moskvada məğlubiyyətə uğrayır.
Mən buranı çox başa düşmədim. Yəni oxumuşam, amma orada cümlə Bax, başa düşməsin nə var? Buyurun bəli. Mənim üçün ki, həm soyuq havaydı, əlverişsizlikdir. Bir də ki, burada Rusların proteksioner siyasəti idi də, Partizan müharibəsi. partizan taktikasına istifadə edilmişdi. Əsasən də iqlim, soyuq hava şəraiti. Bir də ərzaqlar tutarmışdı. Doğrudur. Zeynəb, bir daha yadımıza salaq. Nəyə görə Napolyon Moskvada məğlubiyyətə uğradı? Çünki coğrafi olaraq təbii hava pis idi. Bir də ki, partizan müharibəsi taktikasından istifadə etmişdilər. Düzdür. Bəzən ümumiyyətlə qışın soyuğuna sadəcə ruslar dözə bilir. Nə Napolyon, nə də Hitler. Uşaqlar kənarda bir yerdə yazın Hitler. Napolyon hər ikisi qardan dolayı, soyuqdan dolayı Moskvada məğlubiyyətə uğrayıblar. Bu belə. İndi Ayşə bizə deyəcək, Ayşə, Napolyonun mövqeyini Avropada yüksəldən hadisə, yox daha doğrusu, Mircə Aleksandrın mövqeyini Avropada yüksəldən hadisə nə oldu? Napolyonu məğlub eləməsi. Napolyonu, bəli, məğlubiyyətə uğratması. Nuray Hüseynova dekabristlər üsyanı nə zaman baş veribdi? 1825-ci ildə. Mahiyyəti nə bu dekabristlər nə istəyir? Bunlar təhkimçilik hüququnun ləğv edilməsini istəyir. Bir də şəxsi azadlıq istəyirlər ümumiyyətlə. Konstitusiyanın qəbul edilməsini tələb edirlər. Konstitusiyanın qəbul edilməsini istəməsi. Ülfət, kimin oxşar cəhətdir? Bu yeni Osmanlı cəmiyyəti də var, bir də ki, məşrut inqilabında da var idi. Doğrudur. Aysu, dekabristlər üsyanının ləngiməsi başqa hansı üsyanla oxşar cəhəti ki, o da ləngidiyinə görə məğlub olmuşdu? Dekabristlər üsyanı bu Bəli. şeyin anladılar. Nədir onun adı? O əttarlar. Yox, onlar tələbirə sürmüşdülər. 1837. Quba üsyanı. Bəli, Quba üsyanı. 1837 Quba üsyanı da oxşardı. Hər ikisində ləngiməsi. Sözdə kameranı niyə bağladım? Getmişdim, indi gəldim, ona görə bağladım. Hələ bir yaxşı şeymiş də deyib getmişdim. Harı dərs vaxtı dərsdə qoyub qaçmışdın. Yaxşı. Bir xeyli olsa cərimə yazmışam, narahat olmayın. 1-ci Nikolayın hakimiyyət illərini yadımıza salaq. Aysu, 1-ci Nikolay neçənci illərdə hakimiyyətdə olub? 1-ci Nikolay 1825-55-də. Bir məsələ var. Deməli 19-cu əsrin 30-40-cı illərində Ruslarda sənaye çevrilişi baş verir. Amma Avropadan fərqli olaraq burada sənaye çevrilişi Burada sənaye çevrilişi necə ki mənim? təhkimçilik yolu ilə baş vermişdir. Təhkimçilik yolu ilə. Bizim var idi, bəli. Təhkimçilik yolu ilə deyir ki, burada sənaye çevrilişi baş vermişdi. Ondan sonra da sosial çevriliş nəticələndi. Nə təbəqə? Keski. Yaşaqlarla salamlaş. Bax. Bax orada Afaq müəllimənin oğlu var, Səkinə müəllimənin oğlu var. Yaxşı, gedir. Sonra, deməli, Nikolayın xarici siyasətini yadımıza salırıq. Nuray Saldonova, bayaqlar dedik, 1-ci Rusiya Qacar hansı hökmdarın dövrünə təsadüf elədir? 1-ci Nikolayın. Yox, 1-ci Rusiya Qacar 1804-13 kimin dövrüdür? Katarina. Yekaterina deyilən bir hökmdar kimdir görsən? Yekaterina. Aleksandr. 1-ci Aleksandr. 1-ci Aleksandrın dövrünə təsadüf edir. İndi deyəcəm, 2-ci Rusiya Qacar kimin dövrünə təsadüf edir bəs? Bu da 1-ci Nikolay. Bəli, Nikolayın dövrü. 2-ci Rusiya Qacar neçənci illəri əhatə edibdir? Burada ili yox idi. 1800. 26-28. Bəli, 26-28-ci illəri əhatə edib. Yadında saxla. Deməli, neçənci illəri əhatə elədi 2-ci Rusiya Qacar? 26-28. 1826-28. Bu Nikolay hakimiyyətə gələndə dekabristlər üsyanı baş vermişdi. Bu dekabristlər kimdir? Onlar haqqında danışım. Dekabristlər Napolyonun ardınca Rusiyadan olan əskərlərdir ki, Avropaya daxil olmuşlar. Getdilər, gördülər ki, burada qanun, qayda, hüquq, belə halları öz ölkələrində də tətbiq eləmək istədilər. Ona görə məsələn ki, konstitusiya istəyirdilər, təhkimçiliyin ləğv olunmasını istəyirdilər. Yəni görmüş götürmüş insan gedib orada o yeni qayda qanunları görüb öz ölkəsində də tətbiq olunmasını istəyir. Bu dekabristlər üsyanı 1825-ci ildə baş vermişdi. 1-ci Aleksandr vəfat edən vaxtı. Yeni hökmdarın taxta çıxmasına icazə vermək istəmirdilər. Bir hakimiyyət dəyişikliyi etmək istəyirdilər. Amma ləngidiklərinə görə alınmadı.
İndi sizcə 1-ci Nikolay hakimiyyətə gələn kimi nə kimi tədbirlər görür üsyanların qarşısını almaq üçün? Bunlar mənim divan tutuda daha da ciddiləşdirdi bürokratiya rejiminə qarşı. Bəli, ciddiləşdi. Sonra Bir də ki, onların məsələn Avropaya getməsinə qoymadılar ki, gedib görməsinlər Avropadakı yeniləri. Bir də ki, məmur uşaqları yüksək, bir də onlar təhsil ala bilərdilər. Sadəcə məmur uşaqlar. hə, indi sizcə bu qədər gerilik nəyə gətirib çıxarar uşaqlar? Zeynəb nəyə gətirib çıxarar bu qədər gerilik? Məğlubiyyətə gətirib çıxarır. Hansı müharibədə? Krım müharibəsində. Avropadakı yeniliklərdən xəbərsiz olmuş Rusiya, Krım müharibəsində bax yeniliklərdən dolayı xəbərsiz olduqlarına görə məğlubiyyətə uğradılar. Bunu yadınızda saxlayın. Nikolayın yanlış siyasəti sanki bir növ onun özünün başına dəyir. Krım müharibəsində məğlubiyyətə uğrayır. İlahə bizə deyəcək, ilahəm. İndi keçək görə Avropada jandarm rolunu oynayan hökmdar kim idi? Bu da birinci Nikolay idi. Çünki deyir ki, o üsyanları 1848-ci ildəki üsyanları yatızdırır deyə belə ad qoyublar. Doğrudur. 48-49-cu illərdə hansı ərazilərdə inqilablar baş vermişdi? Rusiya ərazisində. Avropada. Hə, Avropada. Hardaydı? Keçmişik. Kim deyər uşaqlar? Almaniya. Almaniya və Fransadaydım. 1848-49-cu illər. Yadınızdan çıxdı deyəsən. Alman inqilabı, Prusiyada inqilab. Konstitusiyaca qəbul edirlər. Krım müharibəsini dedik. Daha doğrusu Krım müharibəsini demədik hələ. Baxıram ki, siz də yorulursunuz. Bir nəfəs alın uşaqlar. Gələn dərsimizdəki Amerika keçən maraqlı. Bu hamısı Suazadəyə deməli. Hamısını demişdim də uşaqlar. Hamısını öyrənmişsiniz ki. Hamısı öyrənmişik. Bu Suazadəyə yerə gedir. Bax, daha nə qaldı ki, 2-ci Aleksandra gəldi çatdı. Yenə Mehribanı ağlamaq. Mənə Amerika hamısını verəcəksiniz və İnanın ki, Amerika Rusiyadan qat-qat daha maraqlıdır. Uşaqlar çox böyük bir həvəslə maraqlıdır. Hər alında bir dəfə. Bayram deyil ki daha. Nə verim? Telefonu yox verəm mənə. Elə. Bax, uşaqlar sənə görəcək ki, məktəbdən gəlib paltarını dəyişmir. Necə pint uşaqdır. Hə, nəfəs aldınızsa əvvəlfəz və yaxşı gəlir. Arada sizin canınızı qurtarır. Keçək Krım müharibəsinə. Nuray, Krım müharibəsini neçənci illərə əhatə edir? 1853-1856. Krım müharibəsi kimlər arasında baş veribdi? Krımla Rusiya arasında. Krım zaten Rusların əlində. Osmanlı və Krım arasında. Osmanlı. Amma bir şey var ki, uşaqlar, Krım müharibəsi Krım uğrunda deyil. Adı Krım olmanı baxmayın. Krım ətrafında baş verir bunu. İstanbul boğazını işğal etmişdi. Dünya Albaşı adalar. Hə, deməli burada indi bir şey var burada. Elə ki Osmanlı məğlubiyyətə uğrayacağını görüb hansı ölkələr Osmanlıya yardım edir? Fransa'nın İngiltere, bir de Sardiniya. Düzü Sardiniya. Bunlar boş-boşuna yardım eləməzdi Osmanlıdan. Nələr istədi, nə istədilər? Daha doğrusu Öz Osmanlı mövqelərini gücləndirmək üçün Osmanlıya kömək edirlər. Yeni ərazilər əldə etmək. küllü, miqdarda borc vermişlər uşaqlar. Bax, yadınıza saxlayın. İqtisadi asıllıq şəxsi asıllığa gətirib çıxarır. İqtisadi cəhətdən Osmanlı asılı olduğuna görə artıq bir növ şəxsi asıllığına çevrilmişdi İngilislərin, Rusların, Fransızların. Burada yadda saxlayaq ki, küllü miqdarda borc almışdı Avropadan. Ən böyük borc aldığım. Nuray Sultanova deyə yuxun gəldi. Krım müharibəsini neçənci illərə əhatə elədi? 1853-56. Düzdür. Krım müharibəsi hansı dövlətlər arasındaydı? Rusiya və Krım, Osmanlı və Krım arasında. Osmanlı və Rusiya. Osmanlı müttəfiqləri? İsveçrə, yox, İsveçrə. Fransa, İngiltərə. İngiltərə, bir də Fransa. Sardiniya idi. Sardiniya. Ayşə bizə deyə bilərmi? Ayşə, bax Krım müharibəsini gördük ki, Rusiya məğlubiyyətə uğrayır. Səncə Rusiya niyə bu döyüşdə məğlubiyyətə uğrasın? Çünki həm onun müttəfiqləri də var, amma Rusiya orada tək idi ona görə. Həm də ki, bir də ki, olar ki, bu Avropa ölkələrində bu silah falan yaxşı inkişaf eləmişdi, amma bu geri qaldığı üçün burada ola bilər. Düzdür. Bax, o dedim bayaqlar, Nikolayın yanlış siyasəti onun öz başına dəyir. Krım müharibəsinə məğlub olur. Amma Zeynəb, Krım müharibəsinə son qoyan, başlanan 1-ci Nikolay oldu. Bəs son qoyan kim oldu? Hansı hökmdar idi? İkinci Aleksandr. İkinci Aleksandr. Kim? İkinci Aleksandr. İkinci Aleksandr. Hansı konfrans vasitəsilə Krım müharibəsinə son qoyulur?
Paris sülhü imzalayırlar. Paris Sülh Konfransı neçənci ildə imzalanmışdı? 1856-da. Müqavilənin şərtlərinə görə Şərtlərinə görə elə bil ki, bu Rusiya uğurlu olmur da Rusiya üçün. Rusiya hansı dənizdə donanma saxlamaq hüququndan məhrum olur? Qaradənizdə. Bəli, Qaradənizdə doğrudur. Qaradəniz hansı gəmilər üçün açıq elan olundu? İngiltərə gəmiləri üçün. Bütün gəmilərin, bütün ticarət gəmiləri üçün açıq elan olundu. Hərbi gəmilər üçün bağlı, ticarət gəmiləri üçün açıq elan olundu. Bunun şərtlərini mütləq yadda saxlamaq lazımdır. Səbinə, bir daha bizə deyirsən Paris müqaviləsinin şərtlərini. Paris Sülh Konfransının şərtlərini. Mənim Qaradəniz ruslar üçün yəni qadağan olundu, ancaq bütün gəmilər yəni orada yəni necə deyim, gəmilər iştirak edirdi də. Ancaq sonra 1871-ci London konfransında təzədən yenidən Rusiyaya hüquq verildi. Bir də ki, torpaqlar işğal edilmiş torpaqlar geri qaytarılmalı idi. Yaxşı. İşğal olmuş torpaqlar deyil, yox, daha doğrusu tərəflər işğal etdikləri torpaqları hər iki tərəf geri qaytarmalı idi. Rusiya bu hüququ nə zaman yenidən bərpa elədi Qaradənizdə? 1870. Neçə? 1871. 71-ci ildə, bəli. Hansı konfransda? London konfransı. London konfransında, bəli. Bu belə. Sonra keçək bir də, hər kəs aydın oldu uşaqlar. Mehriban, Paris Sülh Konfransı nə zaman çağırılır? 56-da. Şərtlər nədən ibarət idi? Deməli, bu Rusiya Qaradənizdə heç bir donanma saxlaya bilməzdi. Bir də ki, hərbi gəmilər qapalı, ticarət gəmiləri də açıq elan edilir. Bəli, düzdür. Bu belə. Neçənci də ruslar yenidən bu hüququ bərpa elədilər? 71-də. 1871-ci ildə. Düzdür. Sonra nələrimiz qaldı buradan? Ülfətlə davam edək görə. Ülfət, 2-ci Aleksandrın dövründə keçirilən islahatlar nə xarakter daşıyırdı? Burcu xarakteri, onları böyük islahatlar adlandırmışlar. Düzdür. Böyük islahatlar. Kəndli islahatın mahiyyəti nə idi? 1861-ci ildə olmuşdu. O təhkimçilik hüququ ləğv edilmişdi orada. Doğrudur. Təhkimçilik hüququ ləğv olunmuş. Uşaqlar, hətta kəndlilərə torpaq verildi. Bu torpağın pulunu 20 il müddətində az-az kəndli ödəməli idi. Özü aşağı faizlə. Daha doğrusu 49 il müddətində. Azərbaycanda 20 il müddətində, burada 49 il müddətində az-az ödəməli idi. Aydın oldu bu. Aysu, kəndli islahatın mahiyyəti nə oldu? Kəndli islahatı təhkimçilik hüququnun ləğv edilməsi, bir də kəndlərə azadlıq verilməsi. Düzdür. Kəndli torpağa sahib oldu, əmlaka sahib oldu. Torpağın pulunu neçə il müddətində geri qaytarmalı idi dövlətə? 49 il. Düzdür. Nuray Söyünova bizə deyəcək. Nuray, zemstvo idarələri haqqında əsasnamə neçənci ildə verilir? 1864. Düzdür. Bir daha yadımıza salaq. Mehriban, zemstvo idarələri haqqında qərar nə zaman verildi? 1864. Zemstvo nə deməkdir? Bələdiyyə, özündarə, bələdiyyə özündarə istəməydim. Bu təsərrüfat mədəniyyət bu işlərinə baxırdı uşaqlar. Bunu yadda saxlayaq. Zemstvo haqqında qərar Zeynəb neçənci ildə verildi? 1864. 64-cü ildə başqa bir digər qərar nə idi? 1864-cü ildə başqa qərar. Bəli, başqa hansı sayda islahat keçirilibdi? Məhkəmə islahatı. Məhkəmə. 1864-də bəli, məhkəmə islahatı idi. Azərbaycanda 66-da olmalıydı. Bəli, düzdür. Azərbaycanda da 66-cı ildə idi. 1866. Uşaqlar, burada 1-ci Dünya müharibəsini bitirib yenidən keçirik Azərbaycan tarixinə. Azərbaycan tarixindən sürətlə keçib, inşallah biz fikirləşirəm ki, heç olmazsa bir axıra yaxınlaşaq. Mart ayından da başlayacaq təkrara. Həftənin 2 günü mövzu, yeni mövzu 2 gündə təkrar keçəcək. Beləliklə, təkrarda daha yaxşı gücləndirəcək öyrəndiklərimizi. Bir də düşündüm ki, əvvəl Mart ayında, yanvardan başlayıb, sonra fikirləşdim ki, hal-hazırda siz buraxılışa köklənib bütün uşaqlar. Uşaqlar, sınaq qrup açaq. Hər axşam müəllimlərlə eləyirəm, yaxşı effekt verir. Hər axşam 10 dənə test, amma sizə daha çox göndərəcəm. Bizim müəllimlərin sualları çox çətin olur. Sizə də hər axşam... O sınaqlar idi. Nə? O gün də bizə hesabləşmişdi, müəllimlər yazmışdılar. O sınaqlar. Bəli, o sınaqlar idi. Hər gün, hər axşam onlara 10 dənə, amma çətin suallar göndərim. Ən az hərəsinin üstündə bir 2 dəqiqə, 3 dəqiqə, bəzən 5 dəqiqə fikirləşməli olursunuz. Sizə daha normal, yəni qəbul uyğun suallar göndərəcəm. Hə, Ülfətə daxil eləmişəm o qrupa.
Daxil eləmişəm elə Ülfət səni. Mən baxıram, mən də işləyirəm onlar. Ha, əgər kimsə istəsə, şurada siz də əlavə edə bilərəm. Amma sizin üçün martdan sonra elə bir sınaq açacağam. Əlavə edərəm. Buraxılışdan sonra. Sizin üçün ayrıca bir sınaq qrupu açacağam. Əgər kim də istəsə əlavə yoldaşlarınızdan falan deyərsiz, əlavə edərəm. Beləcə hər axşam 20 dənə sizdə 20-20 və ya da 30-30. Hər axşam suallar müzakirə edərik birlikdə. Orada səs vermə formasını edirəm. Sualı cavablandırırsınız, sonra da mən də izahını paylaşıram sizlə. Ha, belə. Baxıram nəsə Zeynəb kefsizdir. Bilmirəm, Rusiyam onu yorub, yoxsa dərsimi yaxşı oxuya bilməyib. Hə Zeynəb, indi sən bizə de görək. Bu oldu məhkəmə islahatı neçənci ildə keçirildi? 1864-cü ildə. 64-cü ildə. Uşaqlar, məhkəmələr açıq keçirilməli idi. Hakimlər seçki yolundan təyin olunurdu. Belə baxıram ki, buradan beləsini. Buradan sona qədər yaxşı öyrənibsiniz uşaqlar. Bəli. Nə qaldı ki? Az bir şey qaldı. Cəmi bircə səhifə. Hə, 2 səhifə qaldı. Bu hissəndə sual cavab edib canınız qutarsın. Bir daha yadımıza salaq Ayşə ilə. Ayşə, məhkəmə islahatının mahiyyəti nə idi? Kameranı da açırsan. Məhkəmə islahatı elə bir açıq idi, yəni müstəqil idi, açıq şəklində keçirilirdi. Bir də ki, amma ki yerli məmur şeydir də, desən, ruslar idi orada hakimlər. Sonra nə var idi? Elə bilmədim. Bir də adlı iclasçılar məhkəməsi yaradıldı. Adlı iclasçılar məhkəməsi yaradılmışdı. Bu belə. Mehriban, sən bizə də görə şəhər islahatı nə zaman keçirilib Rusiyada? 1870-də şəhər əsasnaməsi qəbul edilir. Bir də ki, orada nə deyim, o daşdan əmlaki görə bir şey deyirdi orada. Hə. Yəni kimin ki əmlaki var idi, o seçkilərdə iştirak edə bilərdi. Daşınmaz əmlaki olan bütün təbəqə seçkilərdə iştirak etmək hüququ qazanmışdı. İlahə, şəhər islahatı nə zaman keçirildi? 1870-də. İlahə, nə dedim? İlahə, şəhər islahatı nə zaman keçirildi? 1870-ci ildə. Bundan əvvəl quberniya islahatı keçirilmiş hökmdar kimdir? Quberniyada 2-ci Yekaterina. Bəli, Yekaterina düzdür. Yekaterina digər islahatın kimlərlə bağlı idi? Bir də Zədəcanlar idi. Onları imtiyazlı etdi. Doğru, imtiyazlar vermiş düzdür. Nuray Sultanova bizə deyəcək. Nuray, bəs yaxşı. Keçək bir də mətbuat sayəsində gördüyü, mədəniyyət sayəsində gördüyü tədbirlər nə oldu 2-ci Aleksandrın? Mətbuat sayəsində o 21 yaşına çatan gənclər orduda xidmət eləyirdi. Yox, ordu islahatı idi. Ordu islahatı idi. Hərbi islahatı. Yaxşı, hərbi islahatı neçənci ildə verilib? Həyata keçirilib daha doğrusu. 74-cü ildə. 1874. Uşaqlar, kitablarınızı ötürürsünüz, tez rüşqa dəftərinizi hazır edirsiniz. Bu illər bəzilərində beğenirsiniz. Bax, kitabınızı örtdünüz, kameranı arxa kameraya keçirdiniz, üstünə də dəftəri qoyun, başlayın yazmağa. Əmin olaq ki, kitablarınız örtülüdür. Bir dəqiqə gözləyim mənə, vərəq gətirim. Yaxşı. Bax, Ülfət necə qoyub uşaqlar? Kitabı, üstünə də dəftəri qoyub da bilirik, əminik ki, ta kitab örtülüdür. Qəşəng. Uşaqlar, mən sizə Dimin test toplusundan Rusiya Osmanlı testini vermişdim elə. Bəli, 86 test. Bir də Rusiyanın ayrıca test vermişdim, yoxsa Rusiya analiz sayıdan da vermişdim? 50 test vermişdim. Hə, indi deyirəm, qeyd edirsiniz. İkisini də bitirmişəm, qəşəng. Halaldır Səkinə. Hə, indi siz mənə deyin görüm. İlk dəfə təhkimçilik nə zaman rəsmiləşdirildi? Tez yazın. Zeynəb, Səbinəm. Təhkimçilik nə zaman rəsmiləşdirildi? Əla. Kim əla? Nuray Hüseynova. Ay, öldürəcəm səni. Ülfət, Ayşə, 1800 nədir yazıbsınız? 1649 deyim əlinə. Ayşədən mi kösürdübsünüz? Bəli, 1649-dur. 1649-cu ildə. Zeynəb, ekran paylaşımını durdu. Hə, bəyindi. 1649-cu ildə. Bəs nə zaman təhkimçilik ləğv olundu?
Səbinə, yerin səhv yazdım. 6 ilə 1681 nədir? Amma bir-birindən mi köçürdür? Nurayla Səbinə eyni yazıb. 1681 yox, 1861. 1861 ay su. Bir dəqiqə. Deyib ki, dəftərə baxmıram. 1861-ci ildə təhkimçilik. Bəs yaxşı, hansı hökmdarın dövründə ləğv olundu uşaqlar? Təhkimçilik. Bəli, Aleksandrın dövrü. Ay Nuray, nə yavaş-yavaş yazırsan? Aleksandrın dövrü, solaqlayırsan. Bəli, 2-ci Aleksandr. Ona görə yavaş-yavaş yazıram. 2-ci Aleksandrın dövrü. İndi siz mən deyin görün, 2-ci Aleksandr neçənci ildə hərbi islahat keçirdi? Düzdür, hərbi islahat keçirmişdi, doğrudur. Bəs rekrut toplanışını tətbiq etmiş hökmdar kimdir? Nuray, ilini niyə yazmadın? 1874'dü. Bəli, düzdür. Birinci Pyotr gördüm. Qəşəng. Mehriban, Aleksandr yazısından Pyotr soruşuram. Rekrut toplanışını Pyotr tətbiq eləyibdim. Birinci Pyotr. Sonra kim qaldı? Hə, indi siz mən deyin görüm. Paris Sülh Konfransı hansı hökmdarın dövründə çağırılıb uşaqlar? 1856-cı ildə Paris Sülh Konfransı. Bəli, 1856 hökmdar 2-ci Aleksandr, doğrudur. Səbinəm, nə yazırsan? Mən səhv yazdım. 2-ci Aleksandrın dövrü, doğrudur. Hə, indi siz mən deyin görüm 2-ci Aleksandr neçənci illərdə hakimiyyətdə olmuşdu? Tez qeyd edin. Ayala düzdür, 55-81-ci il yazanlar, doğrudur. Hə, onda deyin görüm siz mənə San Stefano müqaviləsi hansı müharibəyə son qoymuşdu? San Stefano müharibəsi hansı müharibəyə son qoydum? Neçənci illər? İllər də qeyd edirsiniz. Bəli, 77, 78 gördüm, doğru ilahəm. Mehriban, nə yazıbsan? Yox, mən Səhv Aleksandrın yazıbsan. hakimiyyətini. Aleksandrın hakimiyyətini yazmışam. O San Stefano müqaviləsini niyə yazmırsan? Onu kimə O saxlayırsan? 78 idi. Bəli, 77-78-ci illər Rus Osmanlı müharibəsinə son qoymuşdu. Bəs yaxşı, Osmanlı tarixindən bilirik. San Stefano müqaviləsinin şərtlərinə uşaqlar hansı konferansda yenidən baxıldı həmin ildə? Berlin. Deməyin. Bəli, 1878, Nuray eşitmədin, Berlin konferansı idi. Berlində. Eşitdim mən. Daha dedim niyə yazdım ki, eşitmişim. Berlin. Sonra bir dənə də qeyd edin uşaqlar, Cənubi Qafqazın işğalını başa çatdırmış hökmdar kimdir? Rusçarım. Cənubi Qafqazın ha. Bəli, Nikol. Qaysı demişkən Nikol. Doğrudur, Nikolayın hakimiyyəti illər dövründə. Bəs bütövlükdə Şimali Qafqaz və ya bütövlükdə Qafqazın işğalını başa çatdırmış hökmdar kim oldu? Nuray, Pyotr nədir? Uşaqlar, neçənci Aleksandr olduğunu qeyd edeyim. Üçüncü. Xeyr, ikinci Aleksandr ki. İkinci Aleksandrın dövrüdür. Bəli, ikinci Aleksandr. Bəs yaxşı, uşaqlar, hansı hökmdardır ki, onun dövrü xalqlar həbsxanası adlandırılır? Xalqlar həbsxanası. Düzdür, 3-cü Aleksandrın dövrü. Bir dənə də qeyd edək, 3-cü Aleksandrla Hitleri birləşdirən cəhət. İndi görək kim yazır. 3-cü Aleksandrla Hitleri birləşdirən cəhət.
soyuq. Yox, soyuq deyil. Türklərə qarşı mübarizə, xristianlaşma. Kimlərə qarşı, uşaqlar, kimlərə qarşı amansız olub hər ikisi? Türklərə qarşı. Xeyr. Yəhudilər. Bəli, Yəhudilərə qarşı, doğrudur, Zeynəb yazmışdı. Yəhudilərə qarşı amansız olmaları hər ikisində oxşar cəhətdir. Bu belə. Sonra keçək bir də uşaqlar Rus-Yapon müharibəsini neçənci illər əhatə elədi? Qəşəng. Bəli, 1904, 5-ci illəri əhatə elədim. Rus-Yapon müharibəsi hansı hökmdarın dövrü idi uşaqlar? Bəli, 2-ci Nikolayın dövrü idi, doğrudur. Bəs yaxşı, Rus-Yapon müharibəsində məğlubiyyətinə görə Rusiyada başlayan hadisə, yəni hansı hadisəyə bu Rus-Yapon müharibəsi təkan verilmiş oldu? Doğrudur. Qəşəng, inqilaba. Səbinə yazdığını görmürəm. İnqilaba təkan vermişdi. İndi bir daha yadımıza sal görə, Səbinə, sən bizim Rus-Yapon müharibəsini neçənci ildə əhatə elədin? Beş etdim. 1904, 5-ci illəri əhatə edibdim. Ayşə, Rus-Yapon müharibəsi ölkədə nəyə səbəb oldu? İnqilaba. Bəli, inqilaba səbəb olmuş, doğrudur. Bəs yaxşı, Ülfət, Rusiyada birinci inqilab neçənci illəri əhatə elədi? Uşaqlar, yazmanız kifayət edir artıq. Kameranızı dəyişin. 1905-1907. 1905, 7-ci illəri əhatə elədi, düzdür. Bəs yaxşı, inqilabın gedişatında Çar Azərbaycan tarixindən nə bilirik? Burada çox da geniş yazmayıblar, uşaqlar. Söz mətbuat vicdan azadlığı verir. 1905, 17 oktyabr manifesti. Sadəcə yazır ki, 1905-ci ildə Nikolay bəyannamə elan elədim. Söz mətbuat vicdan azadlığı. Ayşə, bir daha yadımıza salsın. Pyotr Stolypin nə zaman baş nazir təyin olunur? 1891. 1906. Pyotr Stolypin 1906-cı ildə çar təyin, daha doğrusu baş nazir təyin olunur. Uşaqlar, bu Pyotrun 2 qərarı var. Deməli, Pyotr 2 qərar vermişdi. Biri milli azlıqlarla bağlı idi, bir də kəndli aqrar münasibətlərlə bağlı idi. Yadınızdadır, biz sizinlə dumalar keçdik 11-ci illər. Dumalarda 1-ci, 2-ci dumaya neçə nəfər Azərbaycanlı var idi? 4 dənə. Çox idi. Çox idi. Amma 3-cü, 4-cü dumada neçə nəfər Azərbaycanlı var idi? 2 nəfər, 4-cüdə bax 1 nəfər idi. Bir. Hər ikisi 3-cü, 4-cü dumada 1907-ci ildən başlayaraq cəmi bircə nəfər. Niyə? Onu keçəndə demişdim ki, Stolypinə bilmirəm rəhmət oxuyum, yoxsa nəhlət oxuyum. Stolypinin verdiyi qərara əsasən idi, siyasi islahatına əsasən idi. Milli azlıqların seçki hüququ məhdudlaşdırılmış. Ona görə biz dumalarda cəmi bircə nəfər Azərbaycanlı göndərə bilmişdik. Bir də aqrar islahat keçirdi. Dedi ki, kimlər ki, hansı kəndli ki narazıdır, torpağı yoxdur, göndərin bölgələrə. Onlar Qafqaza, Mərkəzi Asiya, Sibirdə məskunlaşsın, həm bizim dayağımız olsun, həm də torpaqla təmin olunsun. Məsələn, Azərbaycan türkləri torpağını əlindən alın deyə ruslara. Bu oldu Pyotr Stolypinin aqrar islahatı. Yadda saxlayırıq bunu. Ayso, bu Pyotrun siyasi islahatının mahiyyəti nə idi? Pyotrun hansı islahatı? Siyasi islahatı, bəli. Narazılıqlar var idi, onun qarşısını almaq. Və deməli, milli azlıqların seçki hüququnu məhdudlaşdırdı. Milli azlıqların seçki hüququnu məhdudlaşdırdı. Səkinə, daha doğrusu Zeynəb, bu aqrar islahatın mahiyyəti nə idi? Aqrar islahatın mahiyyəti. Buyurun. Elə bir ki, çıxışların qarşısını almaq o kəndlərin, bir də özə dayaq yaratmaq üçün. Bəli, özünə dayaq yaratmaq. Yəni, kəndliləri köçürdü bölgələrə, həm onları özünə dayaq yaratdı, həm də torpaqla təmin edərdi. Beləcə, kənd icmasının dağılması və xırda mülkiyyətin inkişaf etdirilməsinə şərait yaratdı. Hə, bu da olduğunun aqrar islahatı. Kənddə sosial təbəqələşməni gücləndirdi. Kəndlərin bir çoxu da torpaqla təmin olduğuna görə qolçamaqlara çevrildi. Bu da bizim Rusiyamızdır. Gördünüz mü? Bitirdik. Axır ki, bitdi. Bircə uşaqlar, bir yerdən sual vermədim arada. 3-cü Aleksandrın dövründə milli, dini zülm betər gündə idi. Yəni, əhali həm qeyri-ruslara qarşı, qeyri-müsəlman xristiyanlara qarşı
milli dini zülm tətbiq olunurdu. Ona görə bayaqlar dedik. Necə adlandırırlar uşaqlar 3-cü Aleksandrın dövrü? Düzdür, xalqlar həbsxanası. Bəs yaxşı, burada bir məqam vardı. Görək kim yadında saxlayıbdı? Kimlər zorla xristianlaşdırılıb, ruslaşdırıldı? Çuvaşlar idi. Hı. Başqırtlar, Çuvaşlar, Tatarlar. Kazan Tatarlar. Bəli, Kazan Tatarlar. Bunlar zorla ruslaşıb xristianlaşdırılmış uşaqlar. Hiss edirəm siz də yoruldunuz. Amma bilirəm ki, başardıq. Bircə də demədiyimiz bir şey qaldı. 1895-ci ildə Mərkəzi Asiyanın işğalını ruslar başa çatdırıblar. 1895 o da 2-ci Nikolayın dövrünə düşür. Düşünürəm ki, sizi çox yormayım tabi. Bizim testlərimiz də var. Testlərimizi saxlayaq gələn dərsə nəyə oxuyacaqsınız? Abış bölümdə. Bir dəqiqə qolunu dayandırım.